Salam. 8-ci sinif kimya iş dəftərinin 3.5 homogen və heterogen reaksiyalar mövzusunun suallarına baxırıq. Homogen və heterogen reaksiyalar bir-birindən nə ilə fərqlənir? Hər birinə bir nümunə göstərmə, fərqi izah edin. Homogen reaksiya, məsələn, oksigen qazı və yaxud da azot qazı və hidrogen qazı arasında gedir, alınır NH3. Əmsallaşdırsaq, bax, burada hamısı qaz halında olur. Burada eyni fazada gedir reaksiya. Homogenlə. Heterogende isə CO üstəgəl O2 alınır CO2. Bu da qaz, bu da qaz. Burada reaksiya fazalar sərhədində gedir. Görün, biri bərkdir, biri qazdır. Yəni, hetero müxtəlif deməkdir, homo eyni deməkdir. Eyni aqreqat halda reaksiya girəndə homogen olur, müxtəlif aqreqat halında isə heterogen olacaq. İkinci sual, uyğunluq mühit, homogen reaksiya. Baxaq, bu bərkdir, bu mayedir. Olmaz təbii ki, homogen, bu heterogenə uyğundur. Bu da qaz, bu da qaz, homogenə uyğundur. Bu bərk, bu da qaz, bu da heterogenə uyğun olmuş olacaq. Cədvəldə verilmiş boşluqları tamamla. Azot və hidrogen reaksiya daxil olan maddələrin aqreqat halı qazdır. Reaksiyanın növü homogen. Dəmir və oksigen bərk, qaz, təbii ki, olacaq heterogen. Natrium hidroksid məhlul sulfat turşusu. Bax, məhlul sulfat turşusu mayedir. Məhlul da maye haldadır da. Maye deyək buna. Əslində məhlul və mayedir bu. Məhlul və məhlul arasında olanda olur deməli homogen. Burada yəni düzgün olsun deyə məhlul və maye arasında gedir reaksiya. Bu zaman da yəni elə homogen olur. Düzün, natrium hidroksid normalda bərkdir, amma bu məhlul olanda artıq bu olmuş olur homogen. Çünki bütün faza həcmində gedir də bu. Hər ikisi bir-birinə oxşar olur deyə. Yəni bərklə maye olmur da onu. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 4. Uyğunluğu oxlarla göstər. Bərk maye sərhədinə baş verən reaksiya. Azot, hidrogen, amonyak alınması, qaz-qazlı, sinkin nitrat turşusu ilə reaksiyası. Sink bərkdir, nitrat turşusu mayedir. Baxın, bərk maye, bu uyğundur buna. Qaz fazada baş verən reaksiya, bu da uyğundur buna. Bərk qaz sərhədində. Ya da natrium hidroksid məhlulu, üstəgəl xlorid turşusu. Əslində burada xlor turşusu da məhluldur. Məhlul arasında gedəndə maye fazada baş verən reaksiya. Bu buna uyğundur. Dəmirin paslanması. Dəmirin paslanması bərk və qaz sərhədində olur. Yəni dəmirdir, yəni üzərinə oksigen gəlir. Daha doğrusu dəmir 2 hidroksidisinə gəlir oksigen. Bu əslində dəmirin paslanması reaksiyasını iki mərhələdə yazılır. Fərqi yoxdur. Hansını yazsaq, bərk və qaz sərhədində baş verən dəmir 2 hidroksid alınır. Sonra bu dəmir 2 hidroksid yenə eyni maddələrlə reaksiya girir. O2 üstəgəl H2O. Alınır dəmir 3 hidroksid. Yəni fərqi yoxdur, yenə bərklə qazı görmüş oluruq burada. Onu uyğunlaşdıra bilərik. 5-ci suala baxaq. Düzgün və səhv ifadələr müəyyən et. Reaksiya daxil olan maddələrin sayına görə reaksiyalar homogen və heterogen reaksiyalar bölünür bizə dəfdir. Heterogen reaksiyalar fazalar sərhədinə baş verir. Düzdür. Dəmir parçasına xlor turşusu məhlulu daxil etdə bütün məhlulda reaksiya baş verir deyəcəksiniz.
səhvdir. Bütün məhlulda reaksiya baş verir. Bütün məhlulda baş vermir axı. Axı biz məsələn bu dəmir parçasıdır da. Məhlul atsaq bu dəmirin sərhəddə baş verəcək. Bütün məhlulda yox. Dəmirin yəni klor turşusu hansı hissədə toxunur ona. Yoxsa ki, məsələn, bütöv qabdır. Bunun içərisində dəmir atmışamsa, reaksiya ancaq bu sərhəddə baş verəcək, fazalar sərhədində. Yəni bu kənarda maye var, orada reaksiya getmir ki. Ə, Homogen reaksiyalar fazaların bütün həcmində baş verir, bu düzdür. Kibritin yanması heterogen reaksiyadır. Kibritin yanması fosfor üstə gəl, kalium kloroid bu ə, heterogen deyil. Heterogen reaksiyalara qaz və maye halında olan maddələr, həmçinin məhlullar arasında baş verən reaksiyaları misal göstərmək olar. Məhlullar arasında baş verən reaksiyanı biz homogen getiririk. Heterogen yox. Qazla maye isə əgər sırf qaz və maye desəydi burada o heterogen idi. Amma həmçinin məhlullar arasında baş verəni yox. Onu homogen götürürük. Reaksiya daxil olan maddələr bir fazada olduqda baş verən reaksiyalar heterogen reaksiyalar olunur. Bir faza, eyni fazada olanda heterogen yox, homogen adlanır. Bu yanlışdır. 6-cı suala baxaq. Reaksiyaların homogen və ya heterogen olduğunu müəyyən et. Baxın, nə görürsünüz? Mayedir. Bu da mayedir. Maye, maye. Homogen. Və yaxud da məhlul, yəni nəyinsə məhlul ola bilər bu. Homogendir. Burada isə görürsünüz, mayedir. Üzərinə nə gəlib? Bərk metaldır və yaxud da başqa bir şeydir. Yəni, ən azından görə bilir də. Bu olur heterogen. Yazə bilərsiniz maye, maye. Burada əslində görürük, baxın. Homogendir, bax, bütün fazanın həzmində gedir reaksiya. Amma burada yox, sadəcə metalın toxunduğu yerlər. Bərk, maye. Fazalar sərhədində baş verir. Bunu amma görsə əlavə eləyən kimi artıq reaksiya yerdə gedir. Bu qədər. Sağ olun, salamat qalın.